Herkese salam, kanalıma ve yeni videoma hoş gelmişsiniz. Bu gördüğünüz video xəstəxana bir videosudur. Çünkü gözlənilməz anda məni xəstəxanaya çağırdılar. İndi sizə nağıl edeyim niyə. Elə bilin evdəydim, qəşəngcə paltarları yudum, uşağın bütün paltarlarını alışverişə getdim bu arada. Uşağın bütün paltarlarını yudum, elədim, sərdim. Balaca paltarda ortada baxırsan bir şey yoxdur, amma sərməyə gələndə isə inanın Allah 3 posta paltar yuyub sərmiş oldum. Xırda maşallah olsun. Bir sürü paltar oldu. Bacımın qızının verdiyi paltarlar da var idi. Bacım vermişdi onları. Onları da qəşəngcə yudum, sərdim və mənə gözləmədən bir zəng gəldi xəstəxanadan. Arzu xanım, Dəniz Mammadovun annesi. Dedim, bəli, mənəm. Dedilər ki, bəs veşlərinizi yığıb xəstəxanaya gəlin. Dedim, necə yəni? Dedilər, özünüzdən qiyafət də gətirin, özünüzə də uşağa da. Dedim, xəstəxanada qalacağım. Bəli, xəstəxanada qalacaqsınız. Dövlət xəstəxanasında da belə bir şey var ki, sizi öncədən xəbərdarlıqda eləmirlər. Bu arada uşağı qucağıma alanda da, ona biberonla bəslənmə yapanda da yenə də çağırdılar və heç birində də xəbərdarlıq eləməmişdilər. Çünki bundan öncə bir anda bu xəstəxanaya gəlmədən bir həftə öncə bir anda mənə zəng vurdular ki, bəs bir saata xəstəxanada olun, bugün kanguru yapılacaq. Kanguru demək də şeydir, uşağı sənin qucağına verirlər. Elə bilin boş bədəninizə uşağı da lüks, sizin də boş bədəninizə uşağı yatırırlar. Uşaq elə bilin ana ilə təmasa keçmiş olur. Elə bir şey elətdirirlər. İndi bunlar çox balaca olduqları üçün, prematür olduqları üçün bunları əmizdirmək yoxdur. Belə elədilər ki, ondan sonra da 2 gün, 3 gün sonra da risk yenə zəng vurdular ki, bəs Arzu xanım, gəlin bir saata xəstəxanada olun, uşağı bugün bəslənmə eləyəcəksiniz. Dəniz üçün çağırdılar bu arada məni. Dedim ki, tamam, gəlin. Bilmirəm sizə heç doğrudan mən dedim, uşaqlara nə adı verdik biz. Birinin adı Dəniz, birinin adı Damla oldu. Bu arada çox qarışıq gedirəm danışığımda. Kusura baxmayın bunun üçün. Nəysə, bizi xəstəxanaya çağırdılar. Daha doğrusu məni, ataya yoxdur belə bir şey, uygulama ancaq anaya var. Məni çağırdılar, xəstəxanaya getdim. O gün və mənim neçə saat xəstəxanada qalacağımı da deməyiblər bu arada. O gün saat 4-ə qədər, səhərdən 4-ə qədər xəstəxanada qaldım. Sütü sağdığıma görə bu mənim üçün biraz da çətindir. Çünki düyün yaranır vaxtında, sütü sağmayanda, eləyəndə biraz belə əziyyət çəkirəm. Mastit olma gibi təhlükə atlatdım bir neçə dəfə. Ondan qabaq da zaten var idi elə bir problemim. Sonra xəstəxanada uşaq biberonla bəslədim. İlk dəfə Dənizi. Damlaya bu arada belə bir şey yox idi. Sadəcə Dəniz üçün var idi bunlar. Damlaya ama kanguru yaptırdılar mənə. Sonra bir anda yenə zəng vurdular mənə. İşte 1-2 saat içində paltarlarınızla bir yerdə xəstəxanada olun, uşağa da geyim gətirin. Uşağa bu arada ancaq Dəniz üçün çağırırlar. Sizi bəs otağa alacağıq. Mən də tamam, otağa alacaqsınız, super onda. Evə gəldim, evdə deydim. Çünki dırnağımı elətdirməyə getmişdim. Bilmirəm sizə dedim, demədim. Dırnaqlarımı əməliyyatdan sonra stresdən dişimlə sökmüşdüm hamısını. Dırnaq elətdirməyə getdim ki, bu mənə bir motivasiya olsun. Tabii ki, qısa elətdirdim. Bu mənə bir motivasiya olsun. Uşaqların gəlməsindən elə həmən bəxtdən də dırnağa getdim gündə mənə zəng vurdular. Nəysə, getdim, veşlərimi yığdım, getdim xəstəxanaya. Bizi bir otağa çıxardılar Dənizdən bir yerdən və bu mənim üçün bir ilk idi. Xəstəxana otağında hər şərait var idi. Əvvəl məni başqası ilə bir otağa vermişlər, 2 nəfərlik bir otağa. Ondan sonra mənim əkizlərim olduğu üçün və o Damlanı da mənim yanıma vermə ehtimalları olduğu üçün məni tək kişilik odaya aldılar. Burada sizə işte otağı təxmini görürsünüz necə bir otaqdır. Çox qəşəng idi şəraiti. Bu arada bu dövlət xəstəxanasıdır. Burada yemək də xəstəxanaya daxildir. Mən yemək evdən istəsəm gətirirəm, istəməsəm gətirmirəm. Uşaqların paltarlarının heç birini ütüləməmişdim. Sadəcə yumuşdum. Bacım sağ olsun gəldi. O qədər paltarı neçə saat oturdu, hamısını ütülədi və bu görüntüdə görürsünüz. Anamla bacım birlikdə əl birliyi eləyib paltarları yerbəyer eləməyə başlayıblar və bundan sonra bir davam edəcəm yenə.
Ramin Bey. Aşkım göbeğin çıxıb. Üçüncü damanda. Kardeşlerim geldi Tomik. Yavuklu iyiler. Tatlıları. On 14 dakikadır çalır. Hoş geldiniz evinize. Hoş geldik, sefa getirdik. Şükür kolu beni ağzı bir şekilde. Atmış oldu. Yavaş. Bunu tanrıya kadar kırar. Kalbimde bu sürüsü alıyorum. Ellere bak, ellere bak. Bir müsaadem söyle. Esli. Tatlı. Bu damla bu dermiş. Ellere bak. I love you musun? Eve kendimde yumadın da. Gördün. Öncə Damlanı da mənə verəcəklərini dedilər. Ondan sonra isə ortaya çıxdı ki, Damla maalesef 10 saniyə nəfəsini tutub. Buna apne deyirlər. Bilmirəm Azərbaycan dilində nə olduğunu. Apne deyirlər, yəni uşaq 10 saniyəlik nəfəs almağı unudub. Yəni bu prematürlərdə maalesef olan bir şeydir. Damlanı mənə vermədilər. Nəysə biz biraz da dənizdən orada qaldıq. Belə deyim də sizə. Perşembe günü getdim. Cumartesi günü Damlanı verməliydilər, vermədilər bu səbəbdən dolayı. Sonra bazar gəldi arxasından. Bazar Damlanı mənə gətirdilər. Amma Damlanı necə gətirdilər? Bir dənə aparatla gətirdilər. Aparatın üstündə elə bilin ki, ürək döyüntüsünü bu reanimasiyalarda olub görməmiş olmazsınız. Video şeylərdə də, bu kinolarda falan da olur. Ürək döyüntüsünü bir də qanındakı oksigeni göstərən bir aparat idi. Çox aşırı mənə aparat tədirgin elədi. Yəni həm əməlli başlı psixologiyamı pozdu. Çünki oturub aparata baxırdım, özümdən asılı deyildi. Heç sevmədim o aparatlı olayı. Ona görə Damlaya qarşı o hassasiyyət mənim içimdə qaldı. Çünki o aparat uşaq tərpənəndə də doğru sonuç vermədiyi üçün, çünki uşaq körpə olduğu üçün sabit qalmır, tərpənir. Amma bu mənə uyarmışlar. Amma yenə də hər dəfə aparat səs eləyir və mən qorxuram. Və gördüyünüz kimi mənim heç bir hazırlığım da yox idi, çox hazırlıqsız. Yenə yaxalandım. Xəstəxanadan evə gəldik. Tez bazar uşaqları otağa qoyan kimi qaçdım yuxarını, başladım yığışdırmağa. Yuxarını tərtəmiz yığışdırdım. Zaten ev təmizlənmişdi, anamgil çox sağ olsunlar. Hamısı ələnmişdi. Bacım da uşağın paltarlarını həll eləmişdi. Elə belə yerinə yerləşdirmişlər. Detaylı yerlərini yerləşdirməyi mən elədim təbii ki. Uşaqların üçün qəşəngcə otağı yerber elədik. Yatağı falan qurduq sıfırdan. Ən sonunda da bir gün sonra da gördüyünüz kimi yeni il ağacımı qurdum. Yeni il ağacımı qurmağı da normalda mən noyabr ayında başlayıram eləməyə, amma bu dəfə aralıqda, yəni dekabr ayında eləməyə başladım. Çünki uşaqlardan dolayı heç keyfim yox idi, amma çox şükür indi evdəyik. Bundan sonra inşallah belə uşaqlı videolarımız gəlməyə davam eləyəcək. Bu arada video çox qısa oldu, bunun fərqindəyəm. Amma videonu düzəməlli çəkməmişdim, bu qədər çəkmişdim. Hətta bəzi görüntüləri evin güvənlik kamerasından götürüb yerləşdirdim. Videomu buraya qədər izlədiyiniz üçün çox təşəkkür edirəm. İnşallah bəyəndiyiniz videolar. Videomu bəyəndiyseniz bəyənməyi unutmayın və kanalıma abunə olmağı da lütfən unutmayın. Görüşərik, hələlik.